Bir daha salamlayıram hər kəsi. Bugün mən sizə Onurğa xəstəliklərinin atlası kitabının digər bölməsindən danışacağım. Onurğa xəstəlikləri atlası kitabının digər bölməsi onurğa iltihabı və yoluxucu xəstəliklər bölməsidir. Bir çox hallarda onurğa beynində, onurğa ətrafı əzələlərdə, paravertebral əzələlərdə və fəqərarası disklərdə iltihabı proseslər yaranır və bu iltihabı proseslər zamanı dəqiq diaqnoz qoymaq mütləqdir. Dəqiq diaqnozları biz sizə Onurğa xəstəlikləri atlası kitabında şəkilli və nəzəriyyəli şəkildə göstərmişik. Yəni hər şəklin altında həmin diaqnozun izahatı yazılır. Məsələn, bu şəklimizdə TH1, TH2 döş fəqərələrində yaranan onurğanın döş nahiyəsindəki paravertebral iltihabı görüntüdür. Bununla yanaşı bizim iltihabi xəstəliklər və yoluxucu xəstəliklər bölməsində siz spinal meningit, miyelit, arachnoidit, ensefalomiyellit, echinokok, miyelopatiya bu kimi xəstəliklərlə rast gələ bilərsiniz. Əsasən bunu bizdən vertebrolog üzrə ixtisaslaşmaq istəyən həkimlər, tələbələr əldə edirlər. Çünki burada şəkillər əsasında onlar diaqnozu daha da dəqiqləşdirir və xəstəyə daha dəqiq təyinat verə bilirlər. Kitabı əldə etmək üçün vertebro-onurğa tibb mərkəzinə yaxınlaşa bilərsiniz və ya nömrələrə zəng edib bot vasitəsilə əldə edə bilərsiniz.